Salam, bugün sizlərlə tənlik mövzusuna və toplu izahına baxacağıq. Tənliklərin sadəcə xətti tənliyinə baxacağıq. Gəlin xətti tənlik nədir? İlk növbədə onu deyim. Ümumiyyətlə, tənliyin bərabərlik olduğunu bilirsiniz. Bərabərdir 0 və ya bərabərdir hansısa bir şey. Yəni, söhbət böyük və ya kiçikdən yox, yəni bərabərsizlikdən yox, tənlikdən gedir. Tənlikdə işarə bərabər olur. Amma bəs xətti tənlik nədir? Gəlin bir də özümüzdən bir misal yazım, hələ misala baxaq. 5x üstə gəl 15 bərabərdir 3x üstə gəlsin 25. Bunu həll edəndə nə edirdik? X-ları bir tərəfə yığırdıq. 5x-dan 3x-i çıxın 2x. Ədədləri bir tərəfə yığırdıq. 25-dən 15-ə çıxın 10. X-i də tapırdıq 5. Uşaqlar, bu hissəyə deyilir xətti tənlik. İndi deyəcəm, niyə məhz xətti tənlik? Sırf bu hissəsidir xətti tənlik. Çünki uşaqlar, x-dan bir dənədir. Yəni, x-in kvadratı olsa kvadrat tənliyi olar, kubu olsa kubik tənliyi olar. 5 böl x olsa bu ümumiyyətlə xətti tənlik olmaz. Biz demişdik axı, x məxrəcdə ola bilməz, xətt şəklində olmalıdır. Yəni, x sürətdə ola bilər, məxrəcdə böl 3 ola bilər. Çünki bu 3də 1 deməkdir. Biz əsas x-ə baxırıq ki, x-dan bir dənə olmalıdır və düz xətt şəklində olmalıdır. Anladınızmı? İndi gəlin, sırf burada bir şey göstərim. Bu şəkildə, yəni AX bərabərdir B. AX bərabərdir B şəklində olan tənliyə deyilir xətti tənlik. Bildinizmi? Sol tərəfdə də ona görə demişik ki, xətti tənlik AX bərabərdir B olmalıdır. İndi əlimə baxın. Burada A, iminlə həmişə A olmur. Uşaqlar, X-in əmsalı sayılır. Yəni, bütün X-lərin, hətta X-lərin əmsalı sayılır. B sərbəst hədd sayılır. Sərbəst hədd bilirsiniz nədir? Yanında x-i olmayan hədd, x-siz hədlər. Uşaqlar, x-ləri olan hədləri sol tərəfə yığasınız, x-ləri olmayan hədləri sağ tərəfə yığasınız. Və bunu eləyəndən sonra, bayaq gördünüz, yadınızda qaldı nə yazmışdıq? 2x bərabərdir 10. Bunu eləyəndən sonra nə edirik artıq? Xətti tənliyi biləndən sonra kökü tapmaq olur. Və bu AX bərabərdir B tənliyinin, uşaqlar, kökünü tapmaq üçün 3 dənə şərt var. Birinci bildiniz də, x-ları sola, x-sizləri sağa yığırıq. Amma ikinci halda şərtlər veririk. Birinci şərt odur ki, bunların ikisi də 0-a bərabər olsa. Baxın, uşaqlar, A-da 0 olsa, B-də 0 olsa. Gəlin, A-ya da 0 verək, B-yə də 0 verək. 0 vur x bərabərdir 0. Düşünün, 0-ı nəyə vursaq 0 eləyəcək? 1-ə də, 3-ə də, 5-ə də, 11-ə də, 100-ə də. Yəni, 1-i nəyə vursam 0 eləyəcək. Deməli, nə qədər həlli var? Sonsuz sayda. Çünki nəyə vursam 0 eləyəcək. Bildinizmi? Ona görə sonsuz həllinin olması üçün ikisi də 0-a bərabər olmalıdır. Bəs nə vaxt həlli yoxdur? AX bərabərdir B. Baxın, təzdən yazıram. Yəni, x-ları bir tərəfə yıxsam, sərbəst hədləri bir tərəfə yıxsam, uşaqlar, yenə A-ya 0 verəcəm. Yenə birinci şərt eyni qalır. Amma bu dəfə B-yə 0-dan fərqli verəcəm. Gəlin, özümüzdən bir də ədəd verək. 0 vur x, baxın, buna 0, buna 0-dan fərqli. B-yə də bir dənə 0-dan fərqli 3 verək. Sizcə 0 nəyə vurulsa 0 eləmir? 0 3-ə bərabərdir? Yox. Ona görə heç bir halda, yəni həlli yoxdur. Yəni A 0-a bərabər olub, B 0-dan fərqli olanda həlli yoxdur. Anladınızmı ikinci şərti? İndi üçüncü şərt. Nə vaxt yeganə həll olur? Yenə təlliyimizi yazırıq. AX üstə gəl B bərabərdir B. Uşaqlar, yeganə nə deməkdir? Bir dənə, hə? Bir. Ona görə cəmi bir dənə şərt verəcəyik. O da A fərqlidir 0-dan şərti. Bayaqdan yuxarı baxın. Yuxarı qaldırın, baxın. Hamısında sarı ilə göstərəcəm. A 0-dır, A 0-dır. Bir dənə yeganə həll olanda A 0-dan fərqlidir. Bu da uşaqlar, bilirsiniz nə deməkdir? Bildiyimiz tənliklərdə həmişə 3x bərabərdir 21. Baxın, A 0-dan fərqli olur da. Onda x neçə olur? 21 3-ə bölürəm 7. Yəni bu hissə 0-dan fərqli bir şey olanda həmişə cavab bir dənə olur. 15-i 5-ə bölün 3. Baxın, bir dənə kök. Bir dənə kök. Yəni, yeganə həllinin olması üçün birinci hədd 0-dan fərqli olmalıdır. Bu qədər. Qayda bu qədər. İndi topluya baxaq.
Baxın görün birinci suala. Baxan kimi görünür. Müxtəsər vurma düsturu. Bir dəfə çıxıram. Baxın, bir dəfə çıxıram, bir dəfə toplayıram. Onda nə olur? A kvadrat çıx B kvadrat düsturu. Birinci sualda olur 2'nin kvadratı çıxılsın 3x'in kvadratı. Üstə gəlsin. X-i 9x-a vuranda 9x-in kvadratı eləyir. X-i mənfi 2-yə vuranda mənfi 2x eləyir. Uşaqlar 4 çıxılsın 9, 3'ü kvadrata qaldıram, x-i kvadrata qaldıram. Əks ədədlərin cəmi həmişə 0 eləyir. Mənfi 9-dan 9-un cəmi 0 eləyir. Biz nə demişdik? Birinci qayda nədir? X-ları bu yanda saxlayın. Ədədləri o yana keçirin. Bütün xətti tənliklər bu cür həll olunur. Ondan 4'ü çıxanda 6 qalır. X-i tapanda 6-nı mənfi 2-yə bölmək lazımdır. Uşaqlar, müsbət ədədi, mənfi ədədi, əks işarələri bir-birinə vuranda da, böləndə də mənfi eləyir. 6-nı da 2-yə böləndə bilirsiniz də 3 eləyir. Oldu, Babək. Diqqətli olun. Üçüncü sual. Kvadratdırsa uşaqlar. Nəyinsə kvadratı çıx, nəyinsə kvadratı. Bir dəfə nə edəcəm? Çıxacam, bir dəfə toplayacam. Bir dəfə 3y üstə gəl 5-dən çıxıram. Çıxanda işarələr dəyişir. Baxın, bunun işarəsinin hamısını dəyişəcəm. Buradakı işarələri dəyişəcəm. Çıx 3y eləyəcəm. Üstə gəl 5 eləyəcəm. Çıxanda çünki işarə dəyişir. Amma toplayanda işarə yerində qalır uşaqlar. Üstə gəl 3y çıx 5 bərabərdir 60. Yenə 3y-dən 3y çıxanda ixtisar getdi. 5 ilə 5-in cəmi 10 eləyir. 3y-lər toplanır 6y eləyir. 5 ilə 5 ixtisar getdi. Bərabərdir 60. 6 vur 10. 60 dənə y 60-dırsa, y-i tapanda 60'ı 60'a bölün 1. Cavab oldu 1. 5-ci sual. Ən maraqlı suallar budur. Xətti tənliyin uşaqlar çox qorxulu kimi baxmayın. 2 dənə ardıcılığı var da. Birinci x-ları bir tərəfə vurub açaq və x-ları bir tərəfə yığaq. Yazıram 5a. Üstə gəl 5 dənə x. Çıx 4. Bərabərdir 15ax. Çıx 7a. Birinci qaydamız nə idi? X-ları bir tərəfə yığ. Yığıram. 5x çıx 15ax. Sərbəst hədləri də bir tərəfə yığ. Yəni x olmayan hədlər. Bu onsuz x olmayan həddir. Bunu keçirirəm, bunu keçirirəm. Çıx 5a, üstə gəl 4. Bərabərin o tərəfinə, bu tərəfinə keçəndə işarə dəyişir. Belə. İndi biz dedik, görün bizdən nə soruşur? Sonsuz. Sonsuz olanda nə demişdik? Yazıram. A vur x bərabərdir b. Nə vaxt sonsuz olur? İkisi də 0-a bərabər olanda. Burada x-ların əmsalı da 0-a bərabər olmalıdır. Sərbəst hissə də 0-a bərabər olmalıdır. Baxın, görün. X-in əmsalı 5 ilə mənfi 15a-dır. Altından xətt çəkmişəm. X-ların əmsalı da 0-a bərabər olmalıdır. X-siz olan hissə də bütövlükdə 0-a bərabər olmalıdır. Burada olur ki, mənfi 15a bərabərdir mənfi 5. Mənfilər gedir. 5 böl 15. Hər tərəfi 5-ə böləndə nə qalır? 1 böl 3. Üstə 1 yəni. Burada mənfi 12 ilə a bərabərdir mənfi 4. A-nı tapanda mənfilər gedir. 4 böl 12. Hər tərəfi 4-ə bölsəm nə qalır? 1 böl 3. Elə bizə lazımdır ki, hər iki tərəfi 0-a çevirsin. 3-də 1 həm buranı 0-a çevirir, həm də bunu. Deməli, cavabımız 3-də 1-dir. 9-cu sual. Bildiniz də, bir dənə tam birinci bunu yaratmalısınız. Yəni, x-ları bir tərəfə, sərbəst hədləri bu tərəfə. İkinci də şərt verməlisiniz. Cəmi 2 dənə bir şeydir. Birinci x-ları bir tərəfə yığın, sonra da şərt verin. 9-cu sual. Yenə, x-ları bir tərəfə, hələ birinci açsam. Elir 12ax, çıx 9, çıx 7a, bərabərdir. Mənfi 3x, çıx 9, çıx 8. Uşaqlar, bərabərin hər tərəfindən eyni olan şeylər ixtisar gedir. Bunlar qoy getsin. Sonra nə edirdim? X-ları bir tərəfə yığırdım.
12 ax üstəgəl 3x. Ədədləri də, yəni x olmayan şeyləri də bir tərəfə. Mənfi 8 onsuz bu tərəfdədir. 7 a oyuna keçirəndə müsbət 7 a olur. Çünki burada mənfi iləndir. Aha, bizə deyir ki, həlli yoxdur. 9-a baxın. Həlli yoxdurun gəlin qaydasını yadımıza salaq. Həllin olmaması üçün a 0 olmalıdır, b 0-dan fərqli olmalıdır. Gəlin onda bunu tətbiq eləyək də. A 0-a bərabər eləyəcəm, amma b-ni 0-dan fərqli eləyəcəm. Yazıram 12. A dediyim uşaqlar x-in əmsallarıdır. X-in əmsallarını 0-dan fərqli, 0-a bərabər eləyirəm. Sərbəst həddi isə 0-dan fərqli eləyirəm. Bax, burada şərtlər buradadır. 12a bərabər olur mənfi 3. A da bərabər olur mənfi 3 böl 12. Hər tərəfi 3-ə bölsəm, mənfi 4-dən 1. Bunu aldıq mənfi 4-dən 1. İndi bunu hesablayaq. 7a bərabər, yenə a-nı burada saxladım. Bunu yenə keçirdim. Bərabər deyil 8. A bərabər deyil 8 böl 7. Onsuz uşaqlar, bir də baxın, tapdığımız a onsuz 8 böl 7 deyil ki. Yəni bizə deyir ki, a 8 böl 7 olmasın. Onsuz deyil. Ona görə cavabı götürürəm. Mənfi 4-də 1 a variantı. Aydındırmı? Məsələn, gəlin buna uyğun 11-ci suala da baxaq. Yəni beyninizdə dəqiq otursun ki, nə aiddir, nə aid deyil. Deyir, kökü yoxdur. Kökü olmaması üçün birinci gəlin şərti yazaq. Çünki burada düppədüz verilib. X-lar sol tərəfdə verilib. Ədəd x olmayanlar sağ tərəfdə verilib. Biz qaydanı yadımıza salaq. A vur x bərabərdir b. Nə vaxt kökü olmur? Birinci tərəf 0 olsun. İkinci tərəf 0-dan fərqli olsun. Birinci, uşaqlar, x-in əmsalları nədir? A ilə 5-də 4 yazıram. X-in əmsallarını 0-a bərabər elədim. Bu biri tərəf isə 0-dan fərqli eləyəcəm. A bərabər oldu 5-də 4-ə, düzdür. B bərabər deyil işarəsini çəkirəm 3-ə. Görün hansı variantdadır? A 5-də 4-dür, B 3 deyil. Uşaqlar, 4-ü 5-ə böləndə 0,8 eləyir. Görün variantda belədirsə, belə götürün. Birinci tərəf 0,8, ikinci tərəf 3 deyil. Anladınız mı? Şərti biləndən sonra rahatdır. 12-ci sual. İmtahana belə yeni tipli şeylər düşür. Siz bilməlisiniz ki, x şəklində verilən bir şeyin bir dənə qaydası var da. X-ları bir tərəfə yığın, ədədləri bir tərəfə. Gəlin birinci 12-cini yazaq. Burada 3-ün yanında x olmalıdır deyirəm. Axı nəsə çapda boşluq var. Aha, indi ödənəcək. Uşaqlar, x-ları bir tərəfə yığıram. ax çıx 3x. Ədədləri də bir tərəfə. 19 üstəgəl a-nın kvadratı. O birisini də yazıram. Yenə uşaqlar, baba, ikinci tənlikdə də x-ları bir tərəfə yığıram. ax çıx 3x. Ədədləri də bir tərəfə yığıram. Yəni x olmayanları. 9a plus 1. Sizə nə demişdim? Sol tərəflər eyni ifadədirsə, onda sağ tərəflər də eyni olmağa məcburdur. Siz niyə? Tutaq ki, söhbət eyni insandan gedirsə, bu insanın yaşları da eyni olacaq. Və ya söhbət eyni bağdan gedirsə, eyni bağın sahəsi də eyni olacaq. Çünki sırf eyni şeydən gedirik. Söhbət əlimdəki qələmdən gedirsə, qələmin uzunluğu birdən-birə dəyişməyəcək ki, eyni olacaq. Yəni ona görə bu iki ifadəni bir-birinə bərabər edirəm. 19 üstəgəl a-nın kvadratı bərabərdir 9 dənə a üstəgəl 1. A-nın kvadratı burada qalır. Çıx 9a. 19-dan 1-i çıxanda 18. Düppədüz bir şey görürəm. Kvadrat tənlik. Viet teoreminə görə necə taparam? Nəyi nəyə vuranda 18 eləyəcək? Toplayanda 9 eləyəcək. 6 ilə 3-ü. Uşaqlar, baxın, bir-birinə vuranda 18, toplayanda da 9. 6 ilə 3. Bizə deyir ki, a-nın hansı qiymətində? Cavabda uşaqlar 6-da var, 3-də var. Biz tapmışıq ki, a-nın 6 və ya 3 qiymətində. İkisi də var. Deməli, 1 ödənir. Gəlin bir dəfə a-nın yerinə 6 qoyub yoxlayaq. Baba, tənliklərimiz budur. Qabağına 1 ilə 2 yazıram. Birincidə qoyaq yoxlayaq, sonra da ikincidə qoyaq yoxlayaq. Birinci 6-nı qoyuram. Bütün a-ların yerinə 6 qoyacam. Birinci tənlikdə. 6x çıx 3x bərabərdir 19 üstəgəl 6-nın kvadratı. 6x-dən 3x çıxanda 3x qalır. 19 ilə 36-nı toplayanda 55. X-i tapanda 55 böl 3. Gəlin indi a-nı ikinciyə qoyaq. Deyir, ortaq kök. Görək, o birisinin də kökü 55 böl 3 olacaq.
A-nın yerinə 6 qoyuram ikinci tənlikdə. 6x çıxır 3x bərabərdir 9 vur 6 üstə gəl 1. 3x bərabərdir 55. X-i tapıram ki 55 bölü 3. Həqiqətən də uşaqlar eyni, ortaq kök oldu mu? Oldu. A-nın hansı qiymətində? 6 qiymətində. Gəlin elə belə 3-ü də yoxlayaq. Yəni biz cavabın 6 olduğunu tapdıq. Yəni 6-nı qoyduq. Həqiqətən ortaq kök oldu. Gəlin 3-ü yoxlayaq ki, 3 niyə olmur ki? İndi bu dəfə də A-nın yerinə 3 qoyacağam. Birinci tənlikdə qoyaq. 3x çıx 3x bərabərdir 19 üstə gəl 3-ün kvadratı. 0, eyni şeydən eyni şey çıxanda 0. 0 üstə gəl 19 ilə 9-u toplayıram 28. Sizcə 0 28-ə bərabərdir? Xeyr, yəni kökü yoxdur. Ümumiyyətlə kökü yoxdursa necə ortaq kökü ola bilər? Yəni ümumiyyətlə bunun heç kökü yoxdur. Yəni 3 ödənmir, çünki kökü yoxdur. 15-ci suala da baxaq, o birilər sadədir. Deyir, sonsuz sayda kökü olarsa, yenə də birinci qaydamız nədir? Bir tərəfə yığırıq, x-i bir tərəfə, ədədləri bir tərəfə, 15. X-lar hanı? Mən x-ları görürəm burada. Burada qırmızılıyım. Mən görürəm m kvadrat x üstə gəl n kvadrat x çıx 5x. X olmayan hissəyə görürəm 2mn çıx 5. Deyir, sonsuz sayda. Sonsuzluq nə vaxt olurdu uşaqlar? İkisi də sıfıra bərabər olanda sonsuz olur. Çünki sıfır həmişə sıfıra bərabərdir. Heç nə, bir dəfə uşaqlar x olan hissələri sıfıra bərabər edəcəm. Bir dəfə də sərbəst həddi sıfıra bərabər edirəm. Uşaqlar, yenə bayaq belə bir şey dedim, sol tərəflər bərabərdirsə, sağ tərəf bərabərdir. İndi burada da sağ tərəflər bərabərdirsə, onda sol tərəflər nədir? Bərabərdir. Bu iki hissəni bir-birinə bərabər edirəm. Bərabərin hər tərəfindən eyni olan -5-lər ixtisar gedir. Burada n var, yeməyək. M kvadrat bu yana keçəndə çıx 2mn üstə gəl n kvadrat. Uşaqlar, hamısını bu tərəfə keçirdim. 0. Uzaqdan baxırsınız, bu nəyin düsturuna oxşuyur? M çıx n-in kvadrat düsturu. Nəyin kvadratı 0-dır? Bir dəqiqə ekran düzəldək. Düzəldi. Nəyin kvadratı 0-dır? 0-ın, yəni m çıx n 0-dır. N-i bu yana atanda m n-ə bərabərdir. Biz belə bir şey tapdıq. Görək bizdən nə istəyir? 5n, buraya yazıram, yerləşəcək. 5n bölünsün m üstə gəl n istəyir. Biz də tapmışıq ki, m elə n-dir. Yəni m-i silib yerinə n yazacağam. 5 dənə n-i 2 dənə n-ə böləndə n-lər gedir. 5-i 2-yə böləndə neçə qalır? 2,5. Cavab olur 2,5. Bu qədər uşaqlar. Yəni çox diqqətli olmalısınız. İstəsəz sizin üçün 17-nin birincisini izah edeyim. Məğzi başa düşün ki, nə edəsiniz? Onsuz tutmusunuz. Yəni qaydanı bilən uşaq yazacaq. Qayda bir dənədir. X-ları bir tərəfə yığ, yığ da. Yəni niyə uyğunluq görüb qorxursunuz ki? Mx çıx 2x-i bu tərəfdə saxlayıram. Ədədləri o yana atıram. -4m o yana keçir, müsbət 4m, bu da -16. Uşaqlar, x-ları bir tərəfə yığdımsa, x-in əmsalı nə qaldı? M çıx 2. Bu da qaldı, sərbəst həddə bu. İndi baxıram ki, burada nə deyir? Kökü yoxdur, sonsuz sayda var. Yalnız bir kökü var. Uşaqlar, kökü yoxdur olsa da, sonsuz sayda kökü olsa da, A sıfıra bərabər olmur. Axı bunların ikisində də birinci verdiyim şərt A sıfıra bərabərdir. Gəlin onda bu hissəni sıfıra bərabər eləyək də. M çıx 2 bərabərdir sıfıra. Onda M neçədir? 2. Görək M-ə 2 versəm, burada neçə olacaq? Yəni bu 0 oldu. Bəs bura? 4 vur 2 çıx 16. 8-dən 16 çıxanda -8. Uşaqlar, ikinci tərəf 0-dan fərqli oldu. Belə olanda nə deyirdik? Kökü yoxdur. Görün, harda var ki, M-in 2 qiymətində kökü yoxdur. A, B variantında. Ona görə 17-də 1-ə getdi B. Aydındırmı? Gəlin ikincini izah edeyim. Yenə x-ları bu yanda saxlayıram. M kvadrat üstə gəlsin. 2x. Ədədləri o yana keçirirəm. 16 üstə gəl 4m. Hə, yenə uşaqlar, gəlin o dediyimiz cümləni yadımıza salaq. M kvadrat x yanından yazaq. Biz bilirik ki,
A həmişə 0 olmalıdır. Nə vaxt? Kökü olanda da, kökü olmayanda da, sonsuz kökü olanda da. Gəlin bu hissəni 0-a bərabər eləyək də. İndi düşünün. Nəyinsə kvadratı ən kiçik 0 alır. Ən kiçiyi hələ 0 alır. 0-ın üstünə müsbət ədəd gəlsəm 0 eləyər? Heç vaxt. Deməli bu, uşaqlar, A 0-ı almır. A 0-ı alsaydı sonsuz kökü də ola bilərdi, kökü olmaya da bilərdi. Bunu almırsa, deməli bəlkə uşaqlar A 0-dan fərqlidirsə necə kökü var? Yeganədir deyə bir dənə şərt verdik, o da 0-dan fərqli şərti. Biz də indi dedik ki, bu 0 ola bilməz. Demək ki, yeganə həlli var. A variantı. 2-yə getdi A variantı. İndi üçüncüyə baxaq. Yenə x-ları bu yanda saxlayıram. mx çıx 4x. Ədədləri o yana keçirirəm. 4m çıx 16. Yenə uşaqlar, biz bilirik ki, birinci hissə 0-a bərabər olsa, yoxlamalıyıq. M çıx 4 bərabərdir 0, M bərabərdir 4. Yəni, birinci hissəni 0-a bərabər elədik. İndi gəlin bu 4-ü qoyaq görək, bu 4 bunu neynir? 4 vur 4 çıx 16. 16-dan 16-nı çıxanda burada 0 oldu. Uşaqlar, x-in əmsalı da 0-dır, sərbəst həddə 0-dır. Deməli, nədir? Sonsuz həlli var. Hansı qiymətində? M-in 4 qiymətində. Görün, harada var? M-in 4 qiymətində sonsuz sayda kökü var, D variantı. Anladınız mı? Belə bir-bir sərgəli işləyəndə görünürdü. Bazlaşdırın, baxın, görün. Ümumiyyətlə, xətti tənliyin bir dənə cəmi qaydadır da. X-ları bir tərəfə yığın, x-sizləri bir tərəfə, sonra da şərtlər verin. Bazı şərtlərin də hamısı burada var. İkisi də 0-dırsa sonsuzdur. Birinci 0, ikinci 0-dan fərqlidirsə kökü yoxdur. Ümumiyyətlə, A 0-a bərabər deyilsə, demək ki, yeganə həlli var. Bu qədər, uğurlar, diqqətli olun. Hər dəfə buraxılışa düşür.